həcc ziyarətinin özünə məxsus psixoloji xeyri, faydaları vardır. Uca Rəbbimiz bilirsiniz ki, o Ərəfədə bəzi ayinləri ki, fərz etmişdir. Məsələn, ehrama girən insan təqribən 25 əməl ehrama bürünmüş şəxsə haramdır. Adi güzgüyə baxmaq, adi zinətlənmək və s. Bunların hamısı insana bir növ mənəvi, psixoloji təsir göstərir ki, həmən insan heç olmasa müəyyən bir dövrdə, yəni həcdə olduğu həmin o ehramda olduğu bir dövrdə öz təkəbbürünü sındırmış olsun. Kimin huzurunda dayandığını daha da dərindən dərk etmiş, başa düşmüş olsun. Həmən o ehram libası, ehram sözü elə haram sözündəndir. Ona görə ehram adlanır ki, İmam Cəfər-i Sadiq əleyhissalamın təbirincə desək, o libası geyinənlərə bir çox şeylər harama çevrilir. Ona görə o paltarın adı ehram adlanıb. Bir növ kəfənə bənzəyir. Yəni insanlara psixoloji olaraq qiyamət səhnəsini xatırladır. Həcc ziyarətində Kəbə evinin ətrafında hamı eyni libasdadır. Hamı eyni növ paltardadır. Bu bir növ bizə qiyamət səhnəsində uca Rəbbimizin huzurunda necə dayanacağımız şuurunu indidən bizə aşılamış olur. Həmçinin o paltarı geyinən şəxslər mücadilə etməkdir, mübahisə etməkdir, söyüş söyməkdir, nalayiq danışmaqdır və s. hamısı qəti şəkildə haram olur. Doğrudur, söyüş, nalayiq sözlər adi həyatımızda da bizə haramdır, günahı var. Amma ehramlı olduğumuz təqdirdə kəffarəsi var, yəni cəriməsi var. Bu bizə bir növ psixoloji təsirdir ki, biz oradan gəldikdən sonra da dilimizdən müğayət olaq, gözümüzdən müğayət olaq, qulağımızdan müğayət olaq və s. Həcc ziyarətindən gələn insan İmam Sadiq əleyhissalam buyurur ki, anadan doğulduğu kimi geri qayıdar. Amma həm də əsas məsələ qayıtdıqdan sonra özümüzü həqiqi hacı kimi aparıb-aparmamaq məsələsidir. Bəzi alimlər gözəl bir təşbih vurublar ki, savab əməllər qazanan insanların əhvalı balıqçıya bənzəyər. Balıqçı bir balığı dəryadan tutursa, tutmaq şərtdirsə onu sahilə sağ-salamat çıxarmaq da şərtdir. Bəzən balığı tutar, amma onu əlində qoruyub saxlaya bilməz.